bayaqlarım unuttum. Güya qiymət deyəcəydim. Başım qaçdı başqa söhbətə, şüşəyə falan. Dediyim kimi qiymətlər yəni ölçəyə görə dəyişə bilərsin, istəyinizə görə də dəyişə bilər. Amma təxmini deyim də, bax məsələn bu dəst, bu ikisi bir dəst, yəni bu apilka deyil. Yəni laminat şey deyil. Bu MDF-dir. İndi kimsə başı çıxırsa M5-lər daha yaxşı bilər məncə. Yəni MDF laminatdan daha bahadır. Sonra dəmirlər nazik stenka deyil. 1.5 stenkadır, 1.5, 1.6 falan. Yəni 1 stenkalıq deyil, normaldır. Sonra nə deyim? Üstü şifon deyil. Bunun üstü kraskadır, daha doğrusu patinadır, üstünə çəkilir. Belə hazırları da var. Məsələn, bunlar hazır olur. Kəstiririk, qırağını özümüz yapışdırırıq. İndi qırağını da göstərdim sizə. Bunun qırağını göstərdim. M5-lər daha gözəl bilər bu işi. Nə dərəcədə ideal işlənib. Əgər kimsə M5 izləyirsə bizi, bir dənə şərh yazsın. Amma doğrusunu yazsın, yəni düzünü yazsın. Biz incimirik. Nə də deyərlər. Əgər pisdirsə pis yazsın və nəyi pisdir onu da yazsın ki, biz onu düzəliş eləyək.